Bəzilərinə deyirlər ki, Allahın yolunda xərclə. Deyir, lazım olsaydı Allah ona verərdi. Ayəsini oxumusunuz? Deyir, Allah lazım olsaydı fəqir eləməzdi, verərdi. Kişi, sənə görə deyirlər xərcdə. Allah ona verə bilər. Özvə yazığın gəlsin. Xərcdə ki, mənfəətpərəst olmayasan, xəsiz olmayasan, bu içindəki həll olsun. Çox yığanda, özün özvə də bir dönəmsiz, özvə də xərcləməyi xəstə yiyəcəksən. Yığacaqsan, elə baxacaqsan. Bir gün də gələcək, elə sellə də yiyəcək. İndi bir cür axı çıxıb yiyəcək. Mən yox, şuhə nəfsihi, kim bu cürünə infaq eləsə, nə övlad, nə ailə girməsə Allahın onun arasına, fəuləikə humul muflihun, həqiqətən fəlaha yetişmişsiniz, maşallah, əhsən sizə. Quran belə buyurur, maşallah, əhsən sizə. Ayənin davamında bitirim, buyurur, intuqridullah qərzən həsənə. Əslində o infaq Allaha borc verməkdir ya. Mövzunu da işləyə, tohid apardı. Kəsrətdən vəhdətə çatdırdı insanı. Tohidi dünya görüşdü, amma o fəqir ki, gəldi, aldı. Fəqir almadı ya, Allah aldı ya. Ona görə məsumlar verəndən sonra əlini öpürdülər. Dedilər, əlimiz Allahın sanki əlinə deydi. Bu mənada. Əlini öpür. Yəni, tohidi dünya kəsrətdən vəhdətə qaytar ayə insanı. İntuqridullah qərzən həsənə yudaifhu. Bil ki, sən versin, Allah artıracaq, narahat olmam. Allah borcu istəyir, sonra artıracaq. Və yəğfir ləkum, həm də sizi bağışlayacaq. İçimizi də həll eləyəcək, şuhə nəfsi. Vallahu şəkurun həlim. Allah da belə Allahdır da, neyniyək? Yaxşı qutarırsa onları deyil, mən də beləyəm da. Sən niyə belə eləyirsən, ya mən beləyəm. Yəni, şəkuram, həliməm. Bu adları Ramazan ayında çıxışda izah elədim. Şəkurla həlimə gedin, baxın, Əsma-ül Hüsnəyə. Xülasə, nəfsin bu şöbəsini islah eləməliyik. Başqa yolumuz yox. Bu nəfs bizi aparacaq. Nəfs bizi aparacaq. Allah inşallah əlimizdən tutsun, davam edəcəm.